Bir dənə hədis oxuyuram Peyğəmbərdən sizin üçün. Buyurur, mən kənə əksəru həmmihi neylə şəhəvat nəzəə min qəlbihi həlavətəl iman. Çox gözəl hədisdir bu. Bir də oxuyuram sizin üçün. Mən kənə əksəru həmmihi neylə şəhəvat nəzəə min qəlbihi həlavətəl iman. Buyurur, kim bu dünyada bütün səyi, çalışması, fikri, zikri, ləzzətlərə qovuşmaq olsa, Allah onun qəlbindən imanın şirinliyini çıxardar. İmandan ləzzət ala bilməz. Bəzilərinə bu hədisi desin, deyər ki, bəyəm imanın şirinliyi də olur ki, bunu da şeydir. İman şirin olmalıdır. İmanın şirinliyi nədir ki? Ona deyən ki, sənlə deyiləm, sən işində ol. O birinə dedilər ki, əyilib suyu içinə, qaldır su qabını başına çək. Əyilib su içəndə ağlın azalır. Dedi, ağıl nədir? Dedilər, hə, sən işində ol, sən narahat olma. Sən iç özün üçün. İnsanın imanının şirinliyi, bu hədisləri biz oxuyuruq, mənim kimi adam deyir, bəyəm iman da şirin olmalıdır ki, biz öyrəşmiş elə güclə, bəla ilə ibadət eləyək, ahla, zarla, necə şirin, necə ola bilər ki? Başqa şeyləri şirin bilirik. Mən sizə sual verirəm, məsələn, bir adamın ailəsi olsa, şirinliyi var? Bəli, var, bizim üçün var. Birinin uşağı varsa, onun üçün şirindir? Bəli, şirindir. Gedirsən, hovuzda çimirsən, sənin üçün şirindir? Bəli, şirindir. Gedirsən, məsələn, meşədə dostlarından dincəlirsən, şirindir, bəli. Bir nəfər var, səni çox istəyir, dostundur, onun səni sevməsi şirindir həyatda, bəli, şirindir. Sənə hörmət eləyirlər, deyirlər, filan kəs necəsən, ehtiram eləyirlər. Bir yerə girəndə bütün zal ayağa qalxır, şirinliyi var, bəli, şirindir. Səndən, məsələn, İmza götürürlər, avtoqraf alırlar, şəkil çəkdirirlər səndən. Harada gördülər, deyirlər sənə fəda olun, sənə qurban olun. Bunların hamısı şirinliyi var, bəli, bunların hamısının şirinliyi var. Elə şirinlikləri var ki, bizim başımız bu şirinliklərə qarışıb. Amma bircə dəfə imanın, Allaha məhəbbətin, imanın şirinliyini datsaq, bütün bunların yerinin hamısını dolduracaq. Bunlara yer qalmayacaq. Bunların heç birinə yer qalmayacaq. Ürəkdə. Demirəm, getməyəcəksən, hovuza çinməyəcəksən, meşəyə gedib dincəlməyəcəksən. Onlar hamısı yerində qalacaq. Amma elə bir şirinlik iman verir insana ki, o bir şirinliklərdən azad edir insanı. Heç bir boşluq hiss eləmir insan içində. İman insanı Allahla dost eləyir. Odur ki, İmam Hüseyin ağa deyir, ilahi, səni tapan nəyi itirib? Səni tapanın nəyi yoxdur ki, ona möhtac olsun? Səni tapan nəyi itirib, səni itirən nəyi tapıb? Yəni, sənə imanı olsa, imanının ləzzətini datsa, başqa şeyə ehtiyacı qalmır. Biz ən mehriban varlıq olan Allaha iman gətirsək, bu iman Allahı bizə tərəf gətirəcək. Allah özü gəlib başımıza sığal çəkəcək. Əslində yaradılış bunun üçündür. Yaradılış bunun üçündür. Biz onu dadmamışıq. Harada Allah özündən danışır, Allah dalıca Ər-Rəhman Ər-Rəhim. Biz Allahı tanımamışıq, bizim üçün Allah qorxulu bir varlıqdır deyə onu sevə də bilmirik. Heç bilmirik ona iman bəsləməyin ləzzəti nədir. Biz elə bilirik, o oturub bizi əzab verməyə fürsət gəzir. Amma Allahı tanısaq, Rəhman və Rəhim olan Allaha iman gətirsək, o məhəbbət ürəyimizə düşsə, ondan şirin heç bir şey yoxdur. Hər an bizə mərhəmət eləməkdədir. Və bu çox şirindir. Əgər iman bizim üçün şirin deyilsə, bəs nə şirindir bizə? Nə ləzzətli ola bilər bizim üçün? İman o qədər şirindir ki, dünyanın bütün şirinliklərini müqayisə ilə oynan, at kənara.
Peyğəmbər özü necə idi? Allahla yaşayırdı, varlığı Allahlandı, Allahla nəfəs alırdı. Tövbəyə baxın, tövbəyə baxın. İmam Səccadın səhv eləmirəmsə tövbəsidir bu. Deyir, İlahi, səndən başqa, sənin zikrindən başqa aldığım bütün ləzzətlərdən tövbə edirəm. Sadəcə bilək ki, insan bax bunun üçün yaranıb. Bilək bunu. İstifadə elə bu dünyadan, sənin də onsuz da, sənin üçün yaradıblar. Amma acgöz kimi yapışma, acgöz olma. Nə xəbərdə özü öldürürsən, nə qədər özü öldürəcəksən. Sənindir, bunu sənin üçün yaradıblar. Məqsədin sənin nə qədər bu olacaq ki, evin olsun, maşının olsun, paltarın belə olsun. Yəni sən bunun üçün yaranmısan. Nə qədər acgöz kimi daraşacaqsınız dünyaya. Əleyhissalam öz səhabələrinə deyirdi. Niyə görə qopa bilmirsiniz? Ürəyinizdən çıxarda bilmirsiniz? O qədər başımızı bu şirinliklər qatıb ki, imanın şirinliyini ona görə dada bilmirik. Yer qoymamışıq axı qəlbimizdə, boş yer yoxdur, o da daxil olsun. Ağzına qədər doldurmuşuq ürəyimizi dünya ilə. Ye, iç, heç kəs sənə qadağan eləmir. Amma da yemək, yediyin qabın içinə girmə. Bunun üçün yaranmamısan sən. Bunu sənin üçün yaradıblar ki, yiyəsən, güc tapasan, göylərə qalxasan, uca yerlərə pərvaz eləyəsən, nə qədər yeməkdə, geyməkdə ilişib qalacaqsan. İmanın ləzzətini insan dadmaq istəyirsə, bircə yolu var. O da budur ki, istəklərə zid get istəklərə. İstəklərə zid getməsən, Allaha imanın şirinliyini dadmayacaqsan. Niyə görə deyirlər, məsələn, qəzəb imanı aradan aparır, qəzəb. İnsan qəzəblənirsə, imanı zəifləyir, imanın ləzzətini dadmır. Niyə? Çünki qəzəbə yol verdinsə, ürəyin nə istəyirdi ona demək dedin hamısını. Ürəyin istəyirdi, qışqırasan üstünə. Ürəyində nə var idi dedin, ürəyini soyutdun. Qəzəbin imanı yandırmasının səbəbi bundadır. Niyə deyir qəzəbi udmaq savabdır, imanın şirinliyini daddırır? Çünki istəyirsən demək demirsən. Söhbət burada bundan gedir ki, istədiyini elədin ya eləmədin. Allah qəzəb imtihanı ona görə göndərib ki, ürəyindən sözlər gələcək ki, deyim soydum ürəyimi. Hamısını dedinsə, imanın xarab oldu. Çünki istədiyin hamısını elədin, rahat ol. Amma yox, istəyivə yox dedinsə, demək istədin, onu təhqir eləmək istədin, saxladın özünü, möhkəm diyandın, istəyivi əzdün deyə imanın şirinliyini dadırsan. Qəzəblə mübarizə, istəklə mübarizədən başqa bir şey deyil.